Duzdan həddindən artıq istifadə təkcə ürək-damar sisteminə deyil, həm də beynin sağlamlığına ciddi təhlükə yaradır. Depressiya, narahatlıq və demensiya riskini artırır. Oxu Az xəbər verir ki, bu barədə Journal of Affective Disorders məlumat yayıb. Gündəlik duz norması təqribən 6 qramdır, lakin insanların çoxu bu limiti mütəmadi olaraq aşır. Bu isə əsasən kolbasa, sos, çips və yarımfabrikat kimi hazır məhsulların yüksək duz tərkibi ilə bağlıdır. Bu sahədə aparılan geniş miqyaslı elmi tədqiqatlar duzlu qidalarla psixi sağlamlıq arasında narahat edici bir əlaqə olduğunu üzə çıxarıb. Belə ki, 12 il ərzində yüz minlərlə insanın müşahidəsi göstərib ki, yeməyə mütəmadi olaraq duz əlavə etmək vərdişi depressiya riskini 37%, narahatlıq riskini isə 27% artırır. Neyrobiyoloqlar bildirirlər ki, orqanizmdə natriumun çoxluğu iltihab yaradan IL-17A zülalının artmasına səbəb olur və bu da əhval-ruhiyyəyə nəzarət edən neyroötürücülərin tarazlığını pozur. Duzun koqnitiv funksiyalara mənfi təsiri də az deyil. Elmi məlumatlara görə, duzlu qidaya üstünlük verən insanlarda demensiya riski 19-73% yüksəlir. Duzdan həddindən artıq istifadə nəticəsində yaranan xroniki hipertoniya beynin qan dövranını zəiflədir, oksigen çatışmazlığına və neyronların zədələnməsinə səbəb olur. Duzun daha bir zərərli təsiri isə daxili qulaqda maye balansının pozulması nəticəsində eşitmə etkisinin 23% artmasıdır.